Ağstafada yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Mercedes markalı yük maşını Isuzu markalı digər yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində Isuzu yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. Isuzunun sürücüsü hadisə nəticəsində xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nağıyev Fərid Elşənoğlu dünyasını dəyişib. Müdafiə Nazirliyindən bildirilib ki, hərbiçimiz ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin.